Deməli bura Qalal kəndidir. Eldar dayı və Gülzar nənəgilin evləri. İndi keçək içəriyə. Hə, birinci bax bu şəkli göstərim sizə. Əllə çəkilən bir şəkildir. Burada Gülzar nənənin qardaşıdır. Buradan gəldik bura. Qaxac ət olmazsa olmaz, yəni quru ət. Burada oldu mu? Keçdik bu bir otağa. Bu mənzərə bir çoxunuza keçmişi xatırladacaqdır. Gəldik. Keçdik. Bir otaq. Burada Eldar dayıdır. Oturup çevirdik. Gülzar nənədir. Gülzar nənə, nə varsan? Mən də heç nə duzuna baxıram, indi sühürlər tökəsik. Qəşəng. Duzda Bu vurmuşam. tərəfdə Xanım xalanın da gəlib bizim üzünü qonşumuz. çəkməyəcəm xalanın. Ha, İstəmir. O da kömək. Sühürlü eşilir burada da. Samirə çəkdi, yoruldu, oturdu. Yox, mənim işim ağırdır da. Ha. Bu Abi prosesi tərəfdə. mənim. Burada oturmaq elə bir sənasatdır. Bu tərəfdə Ha, o şorbası. şorbasıdır sühürlünün. Ben tərəfdən bax bizə. Ətsən az qoydum da. Yox, yaxşıdır. Nabruska ilə. Bəziləri tomat vurmur, mən tomat vurmuşam. Ha. Çoxsu tomat vurmur. Bu sadaqat eləyəndə tomat vurmur, amma mən vururam. Dadlı olur ama. Mən öyrənmişəm tomatla. Sən nə qarırdın ki evdə 3 saat? Sen cevap kabul düşürdün. Dedim onu tutarım ve getirdim. Arif nə var ki? Bu da mən Orxan. Bazen. Ha, niye buraya gelmedi o pazar?